142 kvadrat metrdən ibarət, tam qanuni 3 otaqlı, kubçalı super mənzil təqdim edirəm sizlərə. Mənzilimiz yerləşir Xırdalan şəhərinin tam mərkəzində. Çox möhtəşəm bir mənzildir, geniş, şəxsi istifadə üçün ideal şəkildə təmir olunmuş, keyfiyyətli materiallarla. Təqdimata başladıq, qonaq otağından görürsüz. Çox gözəl, geniş qonaq otağımız var. Xırdalan şəhərinin mərkəzi Heydər Əliyev prospektinin tam kənarında yerləşir. Qonaq otağından eyvana çıxışımız var. Eyvan cam balkonla bağlanılıb. Baxın, bu şəkildə belə bir gözəl eyvanımız var və prospekt yolun tam kənarında yerləşir, dəyərli izləyicilər, mənzilimiz. Əla təklifdir. Çox möhtəşəm, geniş, səliqəli, kubçalı, kubçası hazır əlində və dövlət ipotekasına tam yararlı. Çox xahiş edirəm, ipoteka fondu tərəfindən ipoteka krediti təsdiqlənmiş şəxslər bizimlə əlaqə saxlasın. Davam edək mənzilimizin digər hissələri ilə. Bu hissədə yerləşir mənzilimizin əsas giriş qapısı. Giriş qapısından daxil olarkən sağda böyük bir qarderobumuz var. Qonaq otağını sizlərə təqdim etdim. Bu hissədə daha bir otağımız var. Belə bir gözəl, geniş, detski, uşaqlar üçün nəzərdə tutulmuş otaqdır. Şəxsi istifadə üçün ideal şəkildə təmir olunmuş 142 kvadrat metrdən ibarət kubçalı, gözəl bir mənzil təqdim edirəm sizlərə. Xırdalan şəhərinin ən məşhur komplekslərinin birində. Sanuzellər ayrı-ayrılıqdadır. Burada hamam otağı. Bu hissədə yerləşir ikinci sanuzelimiz. Görürsünüz, gözəl, geniş. Daha bir otağımız bu hissədə var. Dəyərli izləyicilər, geniş, səliqəli, yelçəkən mənzildir. Hər iki istiqamətə çıxışı var. Mənzilimizin binanın həyətinə və prospekt yola baxır. Bu otaqdan da eyvana çıxış var. Bu hissədə də belə bir gözəl, geniş eyvan hissəmiz var. Və sonda sizə təqdim edirəm mənzilimizin mətbəx hissəsini. Gəlin keçək. Mətbəxlə daha yaxından tanış olaq. Bina tam yaşayışlı binadır, sənəd kubçadır. 142 kvadrat metrdən ibarətdir. 2 ədəd sürətli lifti var və bütün kommunallar fasiləsiz olaraq verilir. Təqdim edirəm sizə bu mənzilimizin mətbəx hissəsini. Hissədə yerləşir mənzilimizin mətbəxi, gözəl, geniş mətbəxi. Mənzildə qalacaq demək olar ki, əşyaların əksər hissəsi, yəni mebellər falan hər biri, elektronika çox güman ki götürüləcək. Mebel əşyaları hər biri qalacaq. Belə bir gözəl, geniş mətbəx və mətbəxdən də eyvana çıxışımız var. Ətraflı məlumat almaq üçün kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyirsiniz. Satışda olan əmlaklarımız barədə bizə məlumat verə bilərsiniz.